Salam, hər birinizi xoş gördük. Dəyərli müəllimlər, tələbələr və məni izləyənlər. Sizinlə hal-hazırda kurikulum üzrə mütəxəssis Əminə Bağırovadır. Bu gün sizin üçün bir yeni mövzunu təqdim edəcəm. Bu günlərim yəqin ki, bir çoxlarınız artıq tanış olmusunuz. Metodik çərçivə ilə bağlı müəyyən dəyişikliklər var. Nəinki metodik çərçivə, deyərdim, MIQ 2026 çərçivə sənədində həm ixtisas fənləri üzrə, həm də metodika və pedaqogikadan bəzi yeniliklər, həm ixtisarlar, həm də ki, yeniliklər var. İndi bu videomda yeni mövzulardan birini sizin diqqətinizə çatdıracağam. Çünki hələ heç bir mənbə nəşr olunmayıb, hələ son, yəni variant 2026 proqramına uyğun heç bir vəsait yoxdur, amma bu yəni qısa bir müddət ərzində bu məlumatların sizlər tərəfindən mənimsənilməsini təmin etmək üçün video izahımı hazırladım. Ekranda da mənim mobil nömrəmi görürsünüz və sosial şəbəkələrdən mənim MIQ və sertifikasiya ilə bağlı paylaşımlarımı, nəticələrimi də əldə edə bilərsiniz və həmçinin də yeni qruplara qeydiyyatla bağlı ətraflı məlumatları da əldə edə bilərsiniz. Demək, diqqətimi bir mövzu çəkdi. İstərdim o mövzu haqqında sizə məlumat verim. Norman Webbin dərin bilik səviyyələri nəzəriyyəsidir. Elə metodik çərçivədə də səriştə əsaslı tapşırıqların hazırlanması mövzusu olaraq Norman Webbin dərin bilik səviyyələri nəzəriyyəsini qeyd ediblər. Araşdırdım, bir çox mənbələrlə tanış oldum və həqiqətən də maraqlı bir nəzəriyyənin olduğunun fərqinə vardım və deyərdim ki, Bloom taksonomiyasını daha düzgün və daha dəqiq mənimsəyən tələbələr və müəllimlər üçün bu mövzu çox anlaşılan və başa düşülən olacaq. Gəlin əvvəla Norman Webb haqqında qısa da olsa bir məlumatla tanış olaq. Kimdir ümumiyyətcə Norman Webb? Çünki artıq biz illərdir standart şəxslər və onların nəzəriyyələrini artıq əzbərləmişik, dillər yəni əzbəri olub, amma dilimizə artıq Norman Webbin nəzəriyyəsi daxil olub ki, görünür ki, bir neçə ildə biz bu şəxsin demək yaradıb ərsəyə gətirdiyi nəzəriyyəni tətbiq edəcəyik. Demək, Norman Webb peşə olaraq təhsil tədqiqatçısıdır və psixometrdir və əsas fəaliyyəti nədən ibarətdir? Wisconsin Universitetində Təhsil Araşdırmaları Mərkəzində aparıcı tədqiqatçı vəzifəsində çalışıb və Amerika Birləşmiş Ştatlarında Təhsil Departamenti və müxtəlif ştat təhsil sistemləri üçün kurikulum, qiymətləndirmə və öyrənmə standartlarının uyğunluğunu araşdırmışdır və onun ən məşhur nəzəriyyələrindən biri yəni elmə gətirdiyi yenilik töhfəsi dərin bilik səviyyələri nəzəriyyəsidir. Dərin bilik səviyyələri. Nədir bu və nə zaman yaranıb, mahiyyəti nədir? Gəlin onunla bağlı qısa bir məlumatla tanış olaq, sonra səviyyələrlə daha ətraflı tanış olacağıq. Demək, Webb 1997-ci ildə Depths of Knowledge, yəni dərin bilik səviyyələri, ingiliscədən tərcümədə mənası dərin bilik səviyyələri modelini yaradıb. Bəzən buna DOC da deyirlər. Yəni DOC bir növ abreviaturadır ki, Depths of Knowledge, yəni baş hərflərindən ibarət olan, yəni ola bilər imtahanda DOC şəklində versinlər və ya ki DBS formasında. Hər bir halda bilin ki, bu dərin bilik səviyyələri nəzəriyyəsindən gedir söhbət. 97-ci ildə yaradılıb. Bəs bu modelin nəyə xidmət eləyir? Bu model müəllimlərə, eyni zamanda da tədqiqatçılara tapşırıqların yalnız çətinliyini deyil,
həm də dərin düşünmə səviyyəsini ölçməyə imkan verir. Yəni müəllimlər tapşırıqları hazırlayanda çalışmasınlar ki, uşaqlar üçün daha çətin bir tapşırıq versinlər ki, işləyərkən düşünsünlər, yəni müəyyən bir çətinliklə qarşılaşsınlar. Yəni məqsəd əslində şagirdləri çətinliyə salmaq yox, həmçinin onların dərin düşünmə bacarıqlarını formalaşdırmaqdır. Yəni tapşırığı yerinə yetirdiyi tapşırıq eyni zamanda onun təfəkkürünü formalaşdırsın. Məsəl üçün məntiqi ola bilər, tənqidi ola bilər, yaradıcı. İndi iləridəki olan slaydlarda da sizə daha ətraflı izah edəcəm ki, konkret hansı təfəkkürün formalaşmasına xidmət edir. Məqsəd nədir? Ümumiyyətcə nə üçün bu nəzəriyyənin əsasını qoyub? Məqsəd ondan ibarətdir ki, öyrənmə standartları ilə qiymətləndirmə tapşırıqları arasında uyğunluq və dərinlik balansını təmin etməkdir. Yəni bu o deməkdir ki, nəzəriyyə ilə, yəni şagirdlərin öyrənmə standartları deyildikdə ən azından bildiyimiz məzmun standartlarını, yəni əldə edilən bilik və bacarıqlarla qiymətləndirmə tapşırıqları arasında müəyyən bir bağlılıq, uyumluq, uyğunluq olmalıdır. Yəni şagird nəyi öyrənirsə, öyrəndiyi bilik və bacarığa əsasən də şagird qiymətləndirilməlidir. Yəni o demək istəyirdi ki, qısa bir özdə verim. Bilik sadəcə necə adlanır səviyyəsində yox, necə tətbiq edilir, analiz olunur və yaradıcı şəkildə istifadə olunur səviyyəsində də ölçülməlidir. Yəni bu ifadədən də, yəni bu cümlədən daha doğrusu biz başa düşə bilirik ki, yəni şagirdin əsas konkret belə deyim, biliyə istiqamətlənməsi, yəni bilik yönümlü öyrənməsi yox, həmçinin öyrəndiyini tətbiq etməyi bacarmalıdır, analiz eləməyi, yəni bir növ təhlil aparılmasını, həmçinin yaradıcı düşüncə və ya da ki, yaradıcı şəkildə öyrəndiklərini tətbiq etməyi də bacarmalıdır və bu vacib, yəni istiqamətlər üzərində bu nəzəriyyə müəyyən xidmətlərə malikdir. Növbəti slaydda mən sizin üçün dərin bilik səviyyələrinin 4 ən vacib səviyyəsini nümayiş etdirəcəm. Yəni buna biz model olaraq və ya da ki, nəzəriyyə olaraq da adlandıra bilərik. Burada biz nəyə diqqət yetirəcəyik? Bu dərin bilik səviyyələri modeli və ya da ki, nəzəriyyəsi tələb olunan idraki fəaliyyətin mürəkkəbliyini ölçən 4 səviyyəli bir çərçivədir. Az öncə dedim, 4 səviyyəlidir. Özə diqqət yetirirsiniz, idraki fəaliyyətin mürəkkəbliyi deyir. İdraki fəaliyyət. Deməli, bu nəzəriyyə düşüncənin biz necə Bloom taksonomiyasında deyirik, idraki taksonomiya, yəni düşüncə bacarıqlar, idraki bacarıqların formalaşması, eləcə də dərin bilik səviyyələri nəzəriyyəsi də idraki fəaliyyətin inkişafına istiqamətlənir və o inkişafı 4 mərhələ ilə ölçür. Bu model bir vəzifəni yerinə yetirmək üçün tələb olunan düşüncə səviyyəsini təsvir edir və standartlar, qiymətləndirmələr və dərs planlaması üçün istifadə olunur. Belə başa düşürük ki, bu nəzəriyyə təkcə müəllimdən tələb olunan vəzifələri yerinə yetirməklə yanaşı, həmçinin də standartlara uyğun tapşırıqların hazırlanması və ya da ki, qiymətləndirmə vasitələrinin hazırlanmasında da istifadə olunur. Və birinci mərhələ adlanır yaddaş və təkrarlanma. Eynən Bloom taksonomiyasında bizim oxuduğumuz, gördüyümüz kimi. İkinci mərhələ tətbiq etmə mərhələsi, hansı ki, şagirdlər burada müəyyən tətbiq bacarıqlarından istifadə edirlər və o bacarıqlara yiyələnmiş olurlar. Üçüncü strateji düşünmə, dördüncüsü isə genişləndirilmiş düşüncə. Bax, bu 4 vacib mərhələ dərin bilik səviyyələri nəzəriyyəsində öz əksini tapmış mərhələlərdir və hər bir mərhələ üzrə tələb olunan əsas xüsusiyyətlər, belə deyim, öz əksini tapan suallar sizlərə hal-hazırda izah olunacaq.
Demək, birinci mərhələyə diqqət yetirək. Birinci mərhələ dedik necə adlanır? Yadda saxlama və təkrarlama. Burada əsas biliyə istiqamətlənir. Yəni şagirdin baza biliyinə, bir növ yaddaşa əsaslanır. Yəni yadda saxlama Bloom taksonomiyasında dediyimiz kimi, yəni yaddaşa, hafizəyə əsaslanır. Köhnə bilikləri xatırlama, yada salma, yəni bir növ faktoloji biliklərə istinad eləyir. Konkret suallara cavab verir. Məsəl üçün, kim, nə, harada, nə vaxt, necə, niyə? Yəni bir növ bu suallar faktoloji, yəni biliyə əsaslanır, müəyyən dəlil və konkretliyə istinad eləyir və burada məlumatlar, qaydalar xatırlanılır, yada salınır, təkrarlanılır və s. Məsəl üçün, sual da burada qeyd etmişəm. Azərbaycanın paytaxtı haradır? Yəni bu suala minimal səviyyədə cavab verən şagird dərin bilik səviyyələri nəzəriyyəsinin birinci mərhələsinin tapşırığını yerinə yetirmiş olur. Yəni bu suala cavab vermək ən asan səviyyəli bir tapşırıq sayılır və şagirdin yaddaşına əsaslanır, faktoloji biliklərə söykənir. İkinci mərhələ bacarıq və anlayışların əsas tətbiqi. Bacarıq və anlayışların əsas tətbiqi. Adından göründüyü kimi artıq burada bilik nəyə çevrilir? Bir bacarığa çevrilir və şagird burada ilkin anlayışları dərk edir, anlayır və onları tətbiq edir. Və burada qara hərflərlə qeyd etmişəm, hansı suallara cavab axtarılır bu mərhələ üçün? Nəticə, qərar qəbul etmə, həll yollarını müəyyənləşdirmə. Yəni baxın, yazılıb burada həll yolu necə əldə edilə bilər, bu necə baş verir və ya da necə baş verdi, niyə belə işləyir, necə istifadə olunur və ya da ki, necə istifadə edilmişdir, sən bunu necə edərdin və s. Yəni biz burada şagirdin öyrəndiyinin tətbiq edilməsinə şərait yaradırıq, müqayisə bacarıqlarını formalaşdırırıq, səbəb-nəticə əlaqələrinin qurulmasında ona yardımçı oluruq. Yəni bir növ şagirdin burada məntiqi təfəkkürü formalaşır. Məsəl üçün bir nümunə vermişəm. Bu qaydanı yeni nümunəyə necə tətbiq edə bilərik? Yəni hardasa Bloom taksonomiyasının bir növ anlamaq və tətbiq etmək mərhələsi birləşərək vahid bir mərhələdə cəmlənir. Yəni burada şagirdin həm oxuyub anlama, həm də tətbiq bacarıqları formalaşır. Keçək üçüncü mərhələyə. Üçüncü mərhələ maraqlı bir mərhələdir. Strateji düşünmə adlanır. Mərhələ necə adlanır? Strateji düşünmə. Yəni adından da göründüyü kimi şagirdin düşüncəsi daha strateji, yəni müəyyən mövqeyli, yəni müəyyən tənqidi yanaşmaya əsaslanan bir formada inkişaf edir. Və sual olaraq yaranır ki, niyə bu bilik belə istifadə edilə bilər? Ona görə ki, baxın suallar da burada öz əksini tapır. Niyə bu cavab doğrudur və ya da ki, niyə bu nəticə, bu qərar, bu həll doğrudur? Niyə baş verdi və ya da ki, necə baş verdi? Niyə işləyir və ya da ki, necə işləyir? Niyə istifadə oluna bilər? Səbəb və ya nəticə nə ola bilər? Nəyi fərqləndirir və ya göstəricisi nədir? Səbəb nədir? Münasibət nədir? Yəni bu necə məlum oldu? Hansı birini seçərdin? Yəni hansı ki, bu suallar bilavasitə şagirdin nəyə düşüncə olaraq və biliyinin nəyə istinad edildiyini müəyyənləşdirən bir suallardır. Və şagird bu səviyyədə əldə olunmuş, yəni informasiyanı, biliyi analiz edir, dəlillər gətirir, müqayisələr aparır, arqumentlər qurur və s. Və burada bir nümunəni sizin diqqətinizə çatdırmaq istəyərdim. Sual belədir: bu qərarın səbəbi nədir və niyə ən uyğun seçimdir? Yəni artıq burada şagirddən tələb olunan həm məntiqi,
həm də tənqid təfəkkürün üst səviyyəsidir. Yəni şagird burada hər hansısa bir qərarın ə, deyək ki, o qərara necə gəldiyini və qərarın söykəndiyi əsas faktları, dəlilləri, sübutları göstərməlidir. Bu da bir növ bizim üçün xatırladır Bloom taksonomiyasının həm təhlil, həm də dəyərləndirmək mərhələsini bizə xatırladır. Bir növ hər iki mərhələnin də vahid birləşdiyi bir mərhələ olaraq strateji düşünməni analiz edə bilərik. Və dördüncü mərhələ, sonuncu mərhələ dərin və geniş düşünmə adlanır. Bu da dərin bilik səviyyələri nəzəriyyəsinin ən sonuncu və üst səviyyəsi adlanır. Burada artıq bilik başqa hansı formada tətbiq oluna bilər deyə şagird yeni yollar axtarır, yeni yanaşmalarla əlaqələndirir, hətta özündən müəyyən əlavələr, təkliflər, ideyalar da gətirə bilər. Məsəl üçün burada əgər belə olsaydı nə baş verə bilərdi, nə baş verəcək, nəyə inanırsan, özünü necə hiss edirsən, nə düşünürsən, necə dizayn edə bilərdin, nə inkişaf etdirə bilərsən? Yəni hansı ki, bu sualları biz oxuyanda bilavasitə bizim ağlımıza Bloom taksonomiyasındakı yaratmaq mərhələsi gəlir. Yəni bir növ şagird burada yaradıcı bacarıqlarını səfərbər edərək yeni bir yollar axtarır, təkliflər axtarır. Və bu səviyyədə şagirdlər həm yaradıcılıq, sintez və tənqidi düşünməni formalaşdırırlar, inkişaf etdirirlər. Məsəl üçün bir nümunə də qeyd etmişəm ki, sizlər üçün daha anlaşıqlı olsun. Mövzu ilə bağlı yeni layihə və ya təklif hazırlayın. Yenə də baxın, yeni layihə, yeni təklif, hansı ki, bunlar artıq mürəkkəb bir bacarıq sayılır. Hansı ki, şagirddən yaradıcılıq təfəkkürünün formalaşmasını tələb edir. Çünki şagird üçün yeni bir düşüncə mərhələsi burada inkişaf eləyir. Artıq şagird burada müəyyən ilklərə imza atır və daha mürəkkəb düşünür, daha dərin və geniş düşünür. Və sizin üçün hər bir mərhələyə müvafiq olan bir sual tərtib etmişəm. Təbii ki, qəbulun suallarından fərqli ola bilər. Çünki bu ilk nümunədir. Hələ heç bir mənbədə, heç bir dərs vəsaitində dərin bilik səviyyələri nəzəriyyəsi ilə bağlı məlumat yoxdur. Bu ilk bir məlumatdır, sizə təqdim edirəm. İnternetdən araşdırdığım məlumatlara istinad edərək ən vacib detalları toplamış və bir mövzu halına gətirmişəm. Ona görə bu ilkin bir variantdır. Yəni diqqətinizə çatdırıram, ilkin bir variantdır. İnşallah ki, növbəti aylarda vəsait çıxarsa, sözsüz ki, daha belə deyim, detallı şəkildə öyrənə bilərsiniz. Nümunəyə baxaq. Sual 1. Müəllim dərs zamanı fiziki tərbiyə fənnində əzəllərin funksiyasını izah edir. Aşağıdakı cavablardan hansı bu bilik səviyyəsinə aiddir? Aha, baxaq deyir, əzəllər sümükləri birləşdirir. Mən burada doğru cavabı işarələmişəm. Baxaq deyir ki, əzələlər sümükləri birləşdirir. Yəni fiziki tərbiyə dərsində, fənnində əzələlər funksiyasını müəllim izah edirsə, deməli müəllim hansı bilik səviyyəsini uşaqlara, yəni şagirdlərdə bu nəzəriyyənin hansı bilik səviyyəsini formalaşdırır? Biz deyəcəyik ki, yəni variant olaraq əzələlər sümükləri birləşdirir. Çünki məlumat xarakterli bilikdir. Çünki müəllim sadəcə uşaqlara informasiya ötürür. Bu biliyin sadə bir formasıdır. Yəni burada müəyyən bir tətbiq bacarıqları yox, bir analizdən söz gedilmir, müəyyən bir burada yaradıcı bir tərəf yoxdur. Sadəcə müəllimin şagirdlərə izah elədiyi bir məlumat var.
və bu məlumatlardan biz bir nümunə qeyd elədik. Əzəllər sümükləri birləşdirir. Yəni bu sadəcə məlumat xarakterli bir bilikdir və xatırlatma, yada salma mərhələsinə uyğundur. Çünki B bəndinə baxsaz, qeyd olunub ki, əzəllərin gücünü ölçmək üçün test tərtib etmək, yəni bu artıq bir tətbiq ikinci mərhələyə aid olan bir xüsusiyyətdir. Əzələ fəaliyyətini müxtəlif idman növlərində müqayisə etmək, bu bir növ üçüncü mərhələyə aiddir, yəni burada təhlil var. Əzəllərin insan performansına təsirini analiz etmək, bu da həmçinin üçüncü mərhələyə aiddir. Əzəllərin hərəkətdə koordinasiyasını modelləşdirmək, bu artıq yaradıcı tərəfdir və dördüncü mərhələyə aid bir nümunədir. Yəni bizə yalnız qalır A bəndi, hansı ki, bu məlumat xarakterli biliyin ötürülməsini ifadə eləyir. Keçək ikinci suala. Nümunə 2. Tələbə dərs zamanı məşq planı hazırlayır və hər bir hərəkəti məqsədinə görə qruplaşdırır. Bu hansı düşünmə səviyyəsini göstərir? Baxın, burada vacib olan nədir? Məşq planının hazırlanması və deməli, hər bir hərəkətin məqsədinə uyğun qruplaşdırılmasıdır. Deməli, burada biz nə görürük? Biz burada müəyyən tətbiq bacarıqlarını görürük. Avtomatik olaraq işarələdiyim B bəndi təcrübədən istifadə edir. Çünki məşq planının hazırlanması üçün nəzəri bilikləri bilmək lazımdır və öyrəndiyin məlumatların əsasını bir plan hazırlayırsan, tərtib edirsən. Bu da təbii ki, bir bacarıq və bir səriştə tələb eləyir. Və A bəndi, yəni burada əzbərləməyə, yaddaşa əsaslanır, o variantı götürə bilmərik. C bəndində yeni idman proqramı yaradır. Artıq burada yaradıcı fəaliyyət olduğu üçün bu dördüncü mərhələdir, dördüncü səviyyədir. Biz bu variantı götürə bilmərik. D bəndində deyir ki, idmançıların nəticələrini təhlil edir. Bu üçüncü bənddir. Bu da uyğun gəlmir. İdman etikası haqqında esse yazır. Bu da həmçinin dördüncü mərhələyə aiddir. Ona görə biz bu bəndləri götürmürük. Yalnız geridə qalır nə? B bəndi, hansı ki, testimizin də şərtində tətbiqə, fəaliyyətə dayanan bir nə var? Tapşırıq var. Üçüncü nümunəyə diqqət yetirsək, müəllim iki fərqli məşq metodunu müqayisə etməyi tələb edir. Tələbə hər iki metodun üstün və zəif tərəflərini müəyyənləşdirir. Bu vəziyyətdə tələbə hansı DOQ, yəni bilik, yəni nəzəriyyəsinə aid dərin bilik səviyyələrinin nəzəriyyəsinə aiddir. Sadəcə bu ingilis variantında qeyd olunub. Yəni bayaq da demişdim sizə ki, DOQ da verilə bilər, DS dərin bir DBS formasında da verilə bilər. İndi mən burada DOQ daha dilə yatımlıdır ingilis versiyasında. Ona görə bəzi nümunələrdə DOQ şəklində vermişəm. Baxaq, deməli iki nümunə fərqli məşq metodunu müqayisə etməlidir və hər iki metodun həm üstün, həm də ki, zəif tərəflərini göstərməlidir. Təbii ki, burada biz təhlil görürük, analiz görürük, müəyyən bir burada qarşılaşdırma var. Sözsüz ki, xatırlatma olmayacaq, yaradıcı heç bir məqam yoxdur, dəyərləndirmə də aparılmır və tətbiq də deyil. Sadəcə iki anlayışın, fərqli anlayışın müqayisəsi burada aparılır. Ona görə B bəndi təhlil etmək mərhələsini seçəcəyik. Növbəti dördüncü və sonuncu nümunə, çünki hər mərhələyə aid ən azı bir nümunə hazırlamışam. Tələbələrdən idmançıların stresi azaltmaq üçün bir həftəlik psixoloji məşq proqramı hazırlamaq. Baxın, məşq proqramı. Artıq proqram hazırlamaq tələb olunursa, deməli bu daha yeni bir məhsul ortaya qoyulmalıdır, yeni bir yanaşma olmalıdır. Proqram hazırlamaq sıfırdan yığılan bir deyək ki, bir sənətdir və hər bir
xırdalıq, hər bir incəlik burada nəzərə alınmalıdır. Ora yeni məzmun, strategiya, müəyyən yanaşmalar öz əksini tapmalıdır və s. Təbii ki, şagird bunun və ya da ki, tələbələr bununla bağlı öz ideyalarını və yaradıcı təxəyyüllərini inkişaf etdirib yeni bir proqram hazırlanmalıdır. Bu da təbii ki, yaradıcı və strateji düşüncə mərhələsinin tapşırığı hesab olunur. Belə. İndi isə mən sizə dərin bilik səviyyələrinin hər birinin hansı təfəkkürə uyğun olduğunu nümayiş etdirmək istəyirəm. Eyni zamanda qısa olaraq hansı fəaliyyətlər burada öz əksini tapır. Yəqin ki, siz xatırlayırsınız, Bloom taksonomiyasının da hər bir mərhələsinin özünə məxsus fəaliyyət nümunələri var, feilləri var, həmçinin sualları var. Az öncə suallarla tanış oldunuz. İndi isə fəaliyyət nümunələri və təfəkkür növü ilə qarşılaşdıracağıq. Məsəl üçün, səviyyə 1 xatırlama mərhələsi. Burada fəaliyyət nümunələri, yəni ən çox istifadə olunan feillər hansılardan ibarətdir? Məsəl üçün, faktları xatırlamaq, tərifləri bilmək və s. Bəs nəyə dayanır? Hansı təfəkkür növünə dayanır? Sadə, yəni bildiyimiz yaddaşa əsaslanır. Bəzən biz buna hafizə də deyirik və ya da ki, bilik əsaslı təfəkkür. Bilik əsaslı təfəkkür ona görə deyirik ki, çünki bilavasitə əzbərə dayanan, faktoloji biliyə əsaslanan məlumat xarakterli deməli düşüncəyə istinad eləyir. İkinci, bacarıq və anlayışların tətbiqi səviyyəsi. Burada da istifadə olunan fəaliyyətlər və ya da ki, feillər məlumatı tətbiq etmək, izah etmək və s. Müqayisə etmək də deyə bilərik, izah etmək, şərh etmək, tətbiq etmək, istifadə etmək. Çünki az öncəki nümunələrdən də gördük. Əsas təfəkkür olaraq analitik və praktik təfəkkür, yəni bir növ məntiqə əsaslanır. Həmçinin praktik təfəkkür, yəni daha çox təcrübəyə, daha çox tətbiq yönümlü təfəkkürə dayanır. Yəni bir növ elə qısa olaraq məntiqi təfəkkür deyə bilərik. Üçüncü səviyyə təhlil mərhələsi, təhlil səviyyəsi. Burada da məlumatlar müqayisə olunur, əlaqələr tapılır, qarşılaşdırılır, səbəb nəticələr müəyyən olunur. Bəs təfəkkür olaraq nə olacaq? Çünki burada eyni zamanda arqumentlər, əsaslandırmalar, sübut etmək kimi bacarıqlar, fəaliyyətlər, yəni öz əksini tapır. Təfəkkür olaraq tənqid təfəkkürü deyə bilərik və ya da ki, səbəb-nəticə təfəkkürü, hansı ki, burada qarşılaşdırma var. Yəni əlaqələrin tapılması, anlayışların, fikirlərin qarşılaşdırılması səbəb-nəticəyə əsaslanır və tənqid təfəkkürün inkişafına töhfə verir. Dördüncü səviyyə yaradıcı strateji düşüncə səviyyəsidir və ya da ki, mərhələsi deyə bilərik. Burada da yeni planlar qurulur, problemlərin strateji həll yolları tapılır, yeni az öncəki nümunədən də gördük, proqram hazırlamaq, yeni bir mətn tərtib etmək. Yəni Bloom taksonomiyasında yaratmaq mərhələsinin xüsusiyyətlərini təbii ki, burada vurğulaya bilərik və təfəkkür olaraq yaradıcı və strateji təfəkkürü deyə bilərik. Daha sonra ən sonuncu bir məqamı sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu nəzəriyyə və ya da ki, model haralarda tətbiq olunur, tətbiq sahələri, yəni nədən ibarətdir? Baxaq, müəyyən bir məqamları mən araşdırmışam. Baxaq görək, birinci nədir? Kurikulumun planlaşdırılması. Yəni kurikulum planlaşdırılmasında müəllimlər öyrənmə məqsədlərini dərinlik səviyyəsinə görə seçirlər. Yəni əgər ki, müəyyən bir deyək ki, dərs nümunəsi, dərs planlaması hazırlayarkən müəllim dərsin məqsədini müəyyənləşdirərkən
dərin bilik səviyyəsi nəzəriyyəsinin mərhələlərinə uyğun müəyyənləşdirə bilər. Bu eynən Bloom taksonomiyasında olduğu kimi, yəni taksonomiyanı biz nə zaman istifadə edirik? Əvvəla təlim nəticəmizi müəyyənləşdirəndən sonra nəticəyə uyğun tapşırıqlarımızı hazırlayırıq. Yəni tapşırıqların hazırlanması Bloom taksonomiyasının sözsüz ki, fəaliyyətlərinə istinad etməliyik. Tələb olunan, yəni məqsəddə tələb olunan bilik və bacarıqlara uyğun təyin eləyirik. Yəni eynən bu nəzəriyyədə də olduğu kimi. Qiymətləndirmə sistemi, yəni burada suallar və tapşırıqların səviyyəsi müəyyən olunur 1-dən 4-ə qədər. Məsəl üçün Bloom taksonomiyasında 6 mərhələ var və 6 səviyyəyə uyğun tapşırıqlar hazırlanılırsa, burada isə 4, yəni 4 səviyyədən ibarət olduğu üçün 4 səviyyədə də tapşırıqlar tərtib olunur. Daha sonra üçüncü, səriştə əsaslı təlim. Çünki şagirdin təkcə məlumat bilib-bilmədiyi yox, onu necə istifadə etdiyi qiymətləndirilir. Yəni burada əsas şagirdin biliyi, yəni baxmayaraq ki, dərin bilik səviyyələri deyirik, yəni biliyin adı çəkilsə də, amma daha çox bacarıq yönlü fəaliyyətlərin, yəni həmin o mərhələ üçün hər bir, yəni 4 mərhələ üçün tələb olunan biliyin hansı səviyyədə tətbiqi onun daha belə deyim, düzgün, doğru inkişafına və o istiqamətdə o mərhələnin o tələb olunan bacarıqlarına uyğun tətbiqinə nə edir? Bir yol açır, istiqamətləndirir. Daha sonra dördüncü yəni Bloom taksonomiyası ilə müqayisə olunur. Amma Webb'in daha çox fikrin dərinliyi və kontekst üzərində dayandığını biz görürük. Yəni daha çox şagirdi düşündürməyə vadar edir şagirdi, daha çox kontekst, yəni məzmun üzərində fikirləşməyə, düşünməyə, analiz aparmağa, tənqidi yanaşmasına köklənir. Bu qədər mənim bugünkü sizə izah etmək istədiyim dərin bilik səviyyələri nəzəriyyəsidir ki, deməli Norman Webb'in hazırladığı və 97-ci ildən ilk dəfə, yəni 97-ci ildə əsasını qoyduğu bir nəzəriyyədir. Artıq bu ildən metodik çərçivə sənədində 2026 sənədində bu nəzəriyyə yer alıb. Demək olar ki, bundan sonra da proqramda olması nəzərdə tutulur. İnşallah bu video hər birinizə faydalı olar. Müəyyən məlumatlar, yəni qısa müddətdə olsa da, çünki metodik çərçivə 2026 sənədi bu gün nəşr olunub, bu gün ictimaiyyətə tanıtım olaraq təqdim edilib. Ona görə bu qısa müddət ərzində sizin üçün faydalı olsun deyə, yəni informasiya əlçatan olsun deyə bu videonu sizlər üçün hazırlayıb təqdim elədim. İnşallah təəssüratlarınızı bölüşərsiniz. Qarşıda mənim də yeni qruplarım var. Kimlər istəsə, ekranda da nömrəmi, adımı və soyadımı görürsünüz. MİQ və sertifikasiya üzrə metodikadan hazırlaşa bilərsiniz. Bu qədər. Təşəkkür edirəm hələlik.